təxminən yarım santimetrlik bir hissədə hər tərəfdən lazer işığı kənarlara doğru yayılır. Yəni əgər əvvəl lazer tək həlqə idisə, daha sonra 2 həlqəli lazer, ondan sonra daha üstün bir versiya var. Bu da infinity'dir. Infinity olan lazerdə lazer yəni bir dənə yerdən deyil, bütün gedişat boyunca hər tərəfdən enerjini, lazer enerjisini ötürür. Belə olan halda nə baş verir? Bir var, bir nöqtədən bir hissəyə güclü təzyiq düşsün, güclü enerji verilsin. Bir dənə də var, yayılmış formada. Belə olan halda həm damarın içərdən bağlanması daha effektivdir, həm də yan təsirləri daha azdır. Yəni bugünkü gün biz adi gözlə baxanda sadəcə lazer görə biliriksə, qırmızı işıq görə biliriksə, amma əslində bu proses hər il, ilbəil təkmilləşir. Biz də ən müasir, ən yaxşı nədir? Xəstələrdə onu tətbiq etməyə çalışırıq.